Biz bir dəfə, Allah rəhmət eləsin, bizim böyük şairimiz Xəlil Rza Ulutürklə Moskvada oxuduğumuz illərdə belə bir söhbətimiz oldu. Yesenin kimi yazmaq lazımdır, yoxsa Mayakovski kimi. Yesenin pıçıltı ilə yazır. Mayakovski də gür səslə. Belə söhbət elədik, dedik gedək Nazım Hikmətin yanına, rəhmətli türk şairi. Onda Peridelkində qalırdıq, bizim qonşumuz idi. Getdik, görüşdük Nazım Hikmətə, tez-tez görüşürdük. 4 il demək olar biz Nazım Hikmətlə həmişə görüşmüşük. Ona sual verdik, ancaq demədi fikrimizi. Dedik Nazım, şeiri necə yazmaq lazımdır? O təb gələndə, ilham gələndə deyirsiniz. Deyir, anayla necə danışırsınızsa o dildə yazmaq lazımdır. Xəlil rəhmətlik dedi, bəs siz yazıbsınız ki, mən şərqdən gəliyoram, şərqin dərdlərini bağıra-bağıra gəliyoram. Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa? Mayakovski ruhlu yazıbsınız, deyir. O, öz sözünü demək istəyirəm olduğu kimi. Dedi, ona görə yazmışam ki, Mayakovski ruhlu şeir lazım olanda onu yox, mən oxusunlar. Bax, çox təbii belədir də. Yesin ana pıçıltısı və sonra qalxdı, pəncərənin qabağına gəldi, durdu, dedi, öz-özünə dedi ki, şair, nə tez qocaldın sən.